Brauzer yoxsa şəxsi assistent Perplexity Comet artıq iPhone üçün əlçatandır və adi brauzer anlayışını biraz silkələyir. O, səhifələri xülasə edir, sualları cavablandırır və internetdə axtardığını daha tez tapmağa kömək edir. Yəni bu dəfə brauzer sadəcə açılıb bağlanan app olmaq istəmir. Comet'in səsli idarə etməsi, reklam bloklaması və tablar arasında ağıllı işləməsi mobil istifadəni daha rahat göstərir. Xüsusilə çox informasiya ilə işləyənlər üçün bu, bir tab açdım, 5-i də üstümə düşdü anlarını xeyli yüngülləşdirə bilər. Bir sözlə, telefon brauzeri indi biraz da iş yoldaşı moduna keçir. Ən maraqlısı isə budur ki, tanış axtarış rahatlığı qalır, amma üstünə intellekt də əlavə olunur. Bu, həm vərdişləri pozmur, həm də internetdən istifadəni daha praktik edir. Bəs səncə, gələcəyin brauzeri məhz belə görünməlidir, yoxsa bu artıq çox ağıllanıb?